Salam dostlar, necəsiniz? Bugün sizə riyaziyyat toplu birinci hissələr üçbucaqlar bölməsinə başladıq və buradan üçbucaqlara aid məsələləri həll edəcəyik. Birinci suala baxaq. Deyir, bir üçbucağın bucaqla müqayisə edin. Deməli, burada bucağın qarşısında rəqəm kiçikdirsə, ən kiçikdirsə, deməli o bucaq da ən kiçikdir. Yəni burada yaza bilərik ki, bərabərdir 5. Alfanı A kimi işarə eləyək. O 8 olacaq. Bettanı isə B kimi işarə eləyək. B-dəki 7 olacaq. 7 onu bunların indi müqayisə edəndə ən böyük A olacaq. Ən kiçik 5 olacaq. Deməli, variantlarda Y, B, A olmalıdır və E variantımız. Bəzi suallar 2 dənə verilir. Bunlarda bəzən deyəcəm ki, birini özüm izah edəcəm. Birincisi sizin öhdənizə buraxacağım. Sonra ikinci sual. İkinci sualda nə deyir? Burada da yenə olur 4, B olur 8. Bu hərfləri belə yaza bilərəm. Sadəcə alfa, beta, gamma yerinə sizə rahat olsun. Demədim. Sizə A, B, C kimi yazın. Önce belə yazıram. Y, bu da ki A, B, buna da C qoysaq. Y qoyaq buna. Y oxşadana görə. Y 7 olar. 4, 7 deməli variantlarda 4 A, Y, B olacaq. A, Y, B. Bu da variantda görülmüş C variantıdır. Tərəflər 7 və 15 olan bərabərlik çıxılan perimetrini tapın. Burada bərabər yanına dediyinə görə deməli biz burada ya 7-ni 2-yə vuracaq, ya 15-i 2. Necə 7-yə vuraq? 7-yi 2-yə vuraq. 14 eləyir. Üstünə 15 gələndə 29 eləyir. Burada görürük ki, variantlarda yoxdur. Ona görə də 15-i 2-yə vuraq. O da eləyər 30. 30-un üstünə 7 gələrik. O da eləyər 37. İki variantda da E variantıdır. Bunu silək. Keçək növbəti suala. Növbəti sualı məncə yaza biləcəksiniz. Amma yenə də izah edeyim. 22 vurulsun 2 üstə gəlinsin 10. 22-ni bərabər yəni üçbucaq kimi götürdük. 22-ni 2-yə vurduq 44. O da 54. A variantı. Növbəti suala uyğun istək. 5-ci sual. 5-ci sualda nədir? 2 tərəfi 7,8, 3,4 üçbucağın 3-cü tərəfin ən böyük tam qiymətini tapın. 7,8 ən böyük deyil, tam qiyməti tapın. Burada deməli üçbucağın bir tərəfi ona o digər iki tərəfin cəmindən kiçik, fərqindən isə böyük olmalıdır. Yəni burada deyir ən böyük qiymət deyirsə, onda bunları toplayarıq. Toplayanı isə eləyir. Deməli eləyir 7,11 11,2. Buradakı natural bir qiymət olmalıdır. Ona görə yazaraq x 11,2 və x maksimum 11 ola bilər. Cavab deməli B variantı. İki tərəfi 6,9, 5,7 olan üçbucağın ən böyük tam qiymətini tapın.
onda 9, üstə gəl 5'dan onda 7. Neçə edir? 7, 6, 1 yanımızda 10'dan onda 6 edir. 12'dan onda 6 edirsə, yazaraq x 12'dan onda 6'ya, x-dəki bərabərdir 12'yə. X-dəki 12 olur. Yazdık, keçək növbəti suala. Sonra deyək, çarpıcaqlı ABC üçbucağın tərəflərini müqayisə edin. Çarpıcaqlı üçbucaqda biz bilirik ki, bir dəqiqə. Çarpıcaqlı üçbucaqda biz bilirik ki, 7-ci sual. Çarpıcaqlı üçbucağı ABC tərəflərini müqayisə edin. Burada da varıq. Deməli, biz bilirik ki, çarpıcaqlı üçbucaqda bir tərəfi çarpıcaq olur, digər tərəflə isə hər iki iti bucaq olur. Burada deməli, iti bucaq olursa, B-nin qarşısındakı 2A-dır. A-nın qarşısındakı A-dır. S-nin bura isə çarpıcaqdır S-nin. Biz bilirik ki, çarpıcaq iti bucaqlardan böyükdür deyə S burada ən böyük olur. Bura S. Sonra B 2A'dır, A A'dır. Yəni B 2X'dir, A isə X'dir. O alfa var ya, alfanı X kimi götürək. B 2X'dir, A isə X'dir. Bunlardan təbii ki, B, yəni 2X daha böyük olacaq deyə bura B yazırıq. Yerdə qalır və A. Cavablarda olan A, B, C. B variantı. Növbəti suala. Nədir? Çarpıcaqlı üçbucağın AB və Y bucaqlarını müqayisə edin. Yenə çarpıcaqlı üçbucaqdır və burada da yenə Y ən böyük olacaq. Yazıq və Y ən böyük. Sonra 2A beta'ya bərabərdir. 2A əgər beta'ya bərabərsə, 2x kimi götürək. Qaldı yenə bu tərəfdəki A da bu A'dır. 2A isə çəkək. Burada deməli yenə 2A, B, 2A A'dan böyük, yəni 2x X'dən böyük deyə burada B daha böyük olacaq. Burada belə olacaq. Qalır yerdə A. Burada A, B, Y variantlara baxırıq görürük A variantı. Keçək, növbəti suala. Ola bilər. Minimum isə 2, 5-dən 2 çıxarıq 3, 3-ün isə 1 gələr 4 ola bilər. Bir dəfə 2, 5, 6-nı toplayaq. 2, 5, 6 bu eləyir 7, 13 və 2 plus 5 plus toplayaq edir 11. Görürük ki, bu hansı 11, 13 ola bilər. Burada da gördüyük variantlarda daha yaxşı görməsi üçün silək. 11 ilə 10 ilə 14 olur. Çünki 10 ilə 14 olmanın səbəbi odur ki, 10 deyəndə bu zaten burada onu götürmürük. Ondan 1 vahid böyükdür. Ya da 14 olanda 1 vahid kiçilir. Burada da 14 vahiddir. O zaman bir almışıq. Cavab D variantı. Növbəti sual. Deyək, iki tərəfimizin yenə eyni qayda ilə 4, 6, maksimum 9 ola bilər. O da edir 10, 19. Sonra 4, 6 çıxsaq, üstünə də bir dənə gəlsə 3 eləyər. 13 eləyər. 13 ilə 19 arası olacaq. Burada variantlara görürük. B variantı 13 və 19 olarsa 12, 20 arasında olmalıdır.
Deməli, 2 tərəfi 5, 7 sm tutulan perimetrin böyük qiymətini tapırıq. Əgər biz burada ən böyük hissəsini 5, 7 toplayıb 1 çıxsaq, o da edir 11, 5, 7, 11'i toplayanda 12, 23 edir. Bu variantda gördüğünüz D variant. Birinci sualı çox vaxt izah eləmir. İkinci sualda isə daha tez yazmaq istəyirəm. Çünki məncə uşaq bunu izləyən insan yəqin məncə anlayar. Buna əminəm. Nəysə. İkinci sonra deyir 6-9 sm var. Bu səfər ən kiçik. Biz nə qədər 9-dan 6 çıxıb üstünə 1 gəlirik. 4 eləyir. Sonra isə 9-dan 6 və 4'ü toplayırıq. Hadi. A variantı olur. Növbəti suala. 13-cü sual. Nə deyir? Sualın tərəfdən uzunluğu 5 4 kimidir. Sualın perimetri 8 olursa ya deməli yazırıq 5x digər 4x digər 3x neçəyə 48'ə 5 4 3 o da edir 12x bərabər 48'ə x də bərabərdir neçəyə 4'ə. Deyir kiçik tərəfi tapır. 4 kiçik tərəfi 4 3 olar. Yer 12 cavab C variantı. Keçək növbəti suala. Deyir, nə deyir? Perimetri 27 cm 2 3 4 nisbətində bölür. Onun tərəfdən hesablayır. Yine yazaq bura 2x üstəgəl 3x üstəgəl 4x bərabər neçəyə 27'yə 9x bərabər 27'yə x 3 bərabər 3'ə tapdıq 3'dür. Sonra isə nə qalmalıyıq? X-i 3 tapdıqdan sonra yenə yerinə qoymalıyıq. 3'ü vurmalıyıq. 6, 3'ü vurmalıyıq. 3'ə 9, 3'ü deməli. 3'ü vurmalıyıq. 4'ə 12. Cavablarda 12, 9, 6 olan variant seçilir və A variantı. Növbəti suala. Nə deyir? Növbəti suala nə deyir? 15-ci sual. AB 2'dir. Buraya yazaq AB 2'dir. BC 3'dür. AD 4'dür. E 3'dür. AD 3'dür. CD isə 6'dır. Deyir, X-in ABC tam qiyməti tapaq. Deməli, burada nə ola bilər? Birinci X yuxarıya baxsaq, yuxarı bu baxsaq, bu deməli, X hansı araqda olacaq? X deməli 2, 3, 5, 3, 2, 1. Birinci sübzağa görə X bir araqda olacaq. Sonra bunu tapdıq ki, ikinciyə görə deməli necə olacaq? İkinciyə görə 3, 6 idi. 3 ya 6, 9 6'dan 3 çıxsaq 3 edir. Bu da deməli 9'dan 3'ün arasında olmalıdır. 9 abi başlayayım.
3x 9. Burada yeganə hal var. Yeganə hal var ki, x orada olsun. X orada olduğuna görə yalnız burada 4 qiymətini alır. Və növbəti suala. Bayağı yer. Növbəti sual. AB 2'dir. Buna yazalım 2'yi. BS 4'dür. AD də 4'dür. CD 8. Deməli. Artıq biraz tez yazdım. 2, 4 deməli. Şifahi edilmez. 2, 4, 6 edir. Deməli bu 6 x 2, 4'dən 2 çıxanda 2 edir. Bu birinci üst budağa görə, bu üç budağa görə belə olacaq. İkinci üst budağa görə isə 4, 8, 12 x 4'dən 8'dən 4 çıxanda 4 edir. 4x 12 olacaq. Burada yeganə hal var ki, bu aralıqlarda olur. Bu da ki, hansıdır? 5. 5 variantıdır. Aha. Bu sualda nə deyir? Deyir, A, B, Y-dən əgər belə olarsa, A, C, A çıx C, A çıx C, C çıx B. Deməli, A, B, Y, tutaq deyirəm. Buna ədəd qoyaq. Buna 3 qoyaq. Buna 2, buna 1. Y-in qabağında duran nədir? C-dir. C-yə 1 qoyaq. A-nın qabağında duran nədir? 3'dür. Buna 3 qoyaq. B-nin qabağında duran nədir? B-nin qabağında duran deməli 2'dir. 3. Sonra gəlib burada yerinə qoyaq. 3. C neçə idi? C 1 idi. 3 çıx 1. 1, 2, 2, 3. 3'dən 1 çıxanda deməli 2. Topla. C-dən 1, 1'dən 2 çıxanda mənfi 1 modulda de 1. Üstə gəl. Üstə gəl, yox, çıx. B-dən A çıxanda deməli, B-dən A çıxanda mənfi 1, o da müsbətləşir, olur müsbət 1, o da edir 2. Sonra deməli 2 cavabını aldıq. Variantlarda baxırıq ki, hansı 2 cavabına yoxlayırlar seni. 2. 2A-dan 2C çıxanda neçə edir? 2A-dan 2C çıxanda bu bizə ödəmir. Bizə lazım olan 2B çıxılsın. 2B çıxılsın 2C olmalıdır məncə. 2B. B neçə idi? 2 idi. Qoyaq yenə B qoyaq. B-yə 2 qoyaq. C-yə 1 qoyaq. Çıxanda 1. Yəni burada 4'dən 2 çıxanda 2 edir. Ona görə cavab B variantı olur. Yenidən davam edirik qaldığımız yerdən. 18-ci sual. Nə deyir? Deyir ki, beta alfadan böyükdür. Gamma isə alfadan deməli kiçikdir. Burada yenə bildiyimiz kimi ədəd qoyuruq. Beta B-nin qarşısındadır. Yəni bu ən böyükdür deyə bura 3 qoyuruq. Sonra C gamma qarşısında bura 1 qoyuruq. A da ki burada qalır 2 qalır. Sonra gəldik yerinə yazırıq. Yerinə yazanda bir də bu böyle. Gəlib yerinə yazanda B-dən B 3 idi. C 1 idi. Bu 2 eləyir. C-dən A çıxanda C 1 idi. A 2 idi. Modulda deyə mənfi 1 müsbət 1 olur. Sonra B çıxılsın A. B-dən A çıxanda isə 1 eləyir. Bu variantımız olur. 2 üstə gəlir 1 çıx 1. 2 eləyir. Variantlara baxırıq görək. Hansında cavab 2 eləyir. Burada deməli variantlarda A ilə C olanı götürə bilərik. Məsələn burada A 2 idi. C variantına baxaq. A 2 idi. Bu 1 idi.
4-dən 2 çıxanda 2 edir. Ona görə deməli cavabımız olur C variantı. Bizə növbəti suala. Nə deyir? Bərabərlərin üst bucağın iki tərəfinə görə uyğunluğu müəyyən edin. 8-17 sm oturacaq deməli 6 sm-dir deyir. 3 vur 9 perimetr 21 və s. Deməli birinci 8-17-yə baxırıq. 8-17-yə baxanda 25 edir. Onların cəmi o 25-dən kiçik olmalıdır. 9-dan və birinciyə görə 1 9-dan kiçik x 25-dən 9-dan böyük 25-dən kiçik olmalıdır. 9-dan kiçik 25-dən böyük məsələn 8-17 toplam 25 eləyir. Variantlara bax hansı var bunu ödəyə bilər. Perimetr 42 olmalıdır. Perimetr 42 deyilsə o birisi 17 olacaq. Ona görə B variantı ödəyir. Sonra ikinci 34, 9, 8, 17 toplayan deməli 25 edirdi. E olmaz çünki E olanda 9 gəlir, amma biz 9-dan böyük olmalıdır. Ona görə birincidə ancaq bu variant olur. Sonra keçdi ikinci suala. 3 və 9. 3 və 9 olanda nə edirik? 3 və 9 olanda yazırıq 2. 3-dən 9-dan çıxan 6 deyir. X 12 yazırıq. X 12 yazandan sonra isə X 12 olursa X 12-dən kiçik 6-dan böyük olursa onda bunun oturacağı A olamaz. A getdi. B-ni yazmışıq. C 6, 12, 18. O bir tərəf 3 olmalıdır ki şərti ödəyə. Bu da alınmır. Onca bu da getdi. 18, 12. Burada perimetri 30 deyir. 3-dən burada yanlış gördüm. Burada C variantında perimetri 20, 3-dən 9 toplam 12 edir. Digər tərəfdəki 9 olmalı. 9 da görüb şərti ödəyir. Ona görə 2-yə C variantı olur. Sonra keçdi. Sonra perimetrin 30 ola bilərmi? 12, 18 olanmaz və bu da olanmaz. 6 ilə 14-də isə 6 ilə 14 yenə yazaq. 6 ilə 14. 6 ilə 14 olarsa bunların cəmi neçə eləyir? 20 eləyir. X yazaq. Burada yazaq ki 8. 8 x və 20 olarsa, x 8 və 20-nin arasında olarsa 6 ilə 14 toplam 20 edir. 20-nin üstünə 10 gələndə 30 edir. 20-nin üstünə 14 gələndə də yenə perimetri 34 ola bilər. Oturacağı isə burada mən bunu görməmişəm. Deməli 19-cu sual deyir. Bərabərliyin tutulan iki tərəfinə görə uyğunluğu müəyyən edin. Bərabər yəni bir üçbucaqdır. 8, 17, 25 eləyir. Bunun 17 yan tərəflər olarsa, onda burada B şərti ödəyir. Sonra 8, 8, 16, 16 isə 17, 33 olanda burada heç biri yoxdur deyə təkcə birə B variantı gedir. İkinci 3, 9 nə deyir? Perimetri 21. 9'u 2'ye vuranda 18 üstüne 3 yani 21 eləyir. C variantı şərti ödəyir. 6, 14 oturacaq 6 cm ola bilər. Çünki burada 6 cm var. 14 cm yan tərəflər olsa bu şərti ödəyir və burada A olur. Bir də 14'ü 2'ye vursan 38, 38 6 yəni Y variantı eləyir. Belə keçək növbəti suala. Nə deyir? X-in ala biləcəyi ən böyük tam qiyməti tapın. X deyir ən böyük tam qiymətini tapın. Yaxşı. Deyir, sonra biz burada nə var? X plus 3 ortada yazdıq.
Burada belə olur. Yaxşı yazım. Bu belə olur. 3. Burada nə olur? 17 olur. Belə olursa hər tərəfdən indi hər tərəfdən indi 3 çıxmalı. Çünki x qalsın yerdə. O da olacaq x 0-dan, o da 14-dən. X də maksimum ən böyük, x maksimum ən böyük 13 ola biləcək. Cavab 13. Yazdım. Hadi bizə Keçək növbəti suala. Deyir, nə deyir? X-in alıcı ən böyük tam qiyməti. Yəni, yenə x plus 5-i ortada yazırıq. Bura belə qoyuruq və belə qoyuruq. Onunla 8 olur 18. Burada 2 olur. Hər tərəfdən hər tərəfdən 5 çıxsaq, burada olur mənfi 3x və 3 olur. Və maksimum soruşdu. Maksimum x 12 olacaq. Növbəti suala. Deyir, nə deyir? 3-dən perimetri 26-dan kiçikdirsə, x-in mümkün olan qiymətlərin cəmini tapın. Deyir, 3-dən perimetri 26-dan kiçikdirsə, bunu onda nə varıq? X çıx 1 topla 2x topla x plus 5. Bu da nə deyir? 26-dan kiçikdirsə, onda 20 belə işarə qoyuruq 26-da. Bunları toplasaq 3x ilə 2x toplayan 3x, bu da 4x. 4x topla 4 olur 26-ya. 4x 22-dən x isə 22 4-ümüz 5 tam 5 olur. Deyir, natural qiymətdən cəmini tapın. Qiymətdən cəmini tapanda indi bir x-i tapdıq. 5 tamamda 5-dən kiçikdir. Sonra bunları silək. Tapandan sonra gəlib yerinə qoyaq. Şu baxa görə ədədlər ödəyir. X-in yerinə deməli birinci olaraq 5 qoysaq, bura 10 olur. Bura 5-dən 4 olur. Bura isə 10 olur. Baxaq görə 3 budaq bərabərsizliyin ödəyirmi? Məsələn, 10 toplayan 14, digər tərəf ondan kiçikdir. 10 ilə 10'u toplayanda 4, o da kiçikdir. 4 ilə 10'u toplayan yəni ondan kiçikdir. Onca 5'i 3'də gəldi. Sonra bura deməli necə götürək? 4 götürək. X-i 4 götürək. 4 götürəndə bura 9 olacaq. Bura 3 olacaq. Buradakı 8 olacaq. Bura 8 olacaq. 3 ilə 8 toplayan 11 ödəyir. 3 ilə 9 toplayan 12-dən 4 çıxan 8 yəni daha kiçikdir ödəyir. 9-dan 8 toplayan 17 bu da ödəyir. Çünki ondan kiçikdir. 4'ü də götürürük. Üstə gələk yazaq. 3'ü götürək. 3'ü götürəndə nə olur? 3'ü götürəndə 2 olur. 6 olur. 3'dən 5 toplayanda 8 olur. Baxa görə böldük. 2 ilə 6'yı toplayanda 8 edir. Onca bu ödəmə 8-dən balaca olmalıdır. Halbuki x plus 5 8'e bərabər olur deyə 3 götürülmür. 2 də məncə götürülməyəcək. Çünki əgər 3 götürülmürsə 2 də məncə götürülməz. Gəlin bir yoxlayaq. 2 olanda 1 4 7 olur. Burada görüb 1 ilə 4 toplayanda 5 edir. 7 isə 5'dən böyükdür, amma balaca olmalıdır. Bir də götürəndəki olmur. Çünki bura 0 alınır. Heç bir tərəf 0 ola bilməz. Tərəfi olardı. Keçək növbəti suala. Bunu toplayaq. Keçək növbəti suala. Bu ikisini toplayanda bərabər 9'a 9. Növbəti sual. Nə deyir? 3'dən perimetri 21'dən kiçikdirsə, x-in mümkün olan qiymətdən, natural qiymətdən cəmini tapın. Yenə nə varıq? Bunları toplayırıq.
neçə edir? 4x üstə gəl 4x üstə gəl neçə 3 olur. Bu da deyir ki 21-dən kiçikdir. 21. Sonra aşağıda yazırıq 4x üstə gəl 3 20-dən kiçikdirsə 4 kiçikdir 18-dən x da kiçikdir 4,5-dən. X 4,5-dən kiçikdirsə nə almalıyıq? X yenə ədədlər qoyacaq. Ədədlər qoyanda nə qoya bilərik? Baxaq görək. Buraya yazaq 4,5. Hə, buna 4 qoysaq, 4 qoysaq bura 8 olur. Burada 8 olur. Bura isə 3 olur. Yenə baxaq görək. 3 ilə 8 toplayan neçə edir? 11 edir. 11, 8 11-dən kiçikdir. Bunu götürə bilərik. Sonra yenə 8 ilə 8 toplayan 16 edir. 3 16-dan kiçikdir deyə deməli x-i 4 kimi götürə bilərik. Sonra üstə gəlməsin. Sonra bura hər tərəf x-i 3 kimi götürək. 3 kimi götürəndə baxacaq ödəyir. 6 olur burada. Burada 3 ilə 7 olur. Burada 2 olur. 2 ilə 7 toplayanda 9 eləyir. 6 9-dan kiçik olduğuna görə bunu götürürük. 2 ilə 6-yı toplayan 8 eləyir. 7 8-dən kiçik olduğuna görə bunu da götürürük. 6 ilə 7-yi toplayanda 13 eləyir. 13 2-dən böyükdür deyə yenə də bunu götürürük. Üstə gəl 3 yazırıq. Üstə gəl 2. 2-ni yoxlayaq. Hə, 2-ni yoxlayanda 1 olur. Bura 2, 4 olur. Burada 6 olur. Görürük ki, bu şərt ödənmir. Çünki 1 ilə 4-ü toplayanda 5 edir. 6 isə 5-dən böyük olduğuna görə bu şərti ödənmir. Halbuki kiçik olmalıydı. Əgər şərtə uyğun olsaydı. Və buna görə də bunu götürəmirik. Silək bunda. Və 4 ilə 3-ü topladıq. O da 7 alırıq. Aha, keçən növbəti suala. Keçən növbəti suala. Yəni sualdır bu. 24. Əliyir. Oturacağı 17 cm bərabərində sütunun yan tərəfini ala biləcəyi ən kiçik tam qiyməti tapın. Oturacağı əgər 17 cm-dirsə, onda bunun yanları həm bərabər olmalıdır, həm də ki, cəmləri 17-dən böyük olmalıdır. Çünki üst bucaq bərabərliyi olsun. Deməli, nə almalıyıq? 17-nin üstə 1 gəlməliyik. O da edir 18. Hər tərəf bərabər deyə 18-ni almalıyıq. 2-yə bölməliyik. O da edir 9. Baxa görə 2 tərəf 9-dur və 17. Baxa görə bu bərabərsizlik ödəyir. 9, 9, 9 isə 17, yəni 26. 9-dan böyükdür, ödəyir. 17 üstə gəl, 17, 9 üstə gəl, 9, 18. 18-dən 1 çıxan 17. Yəni şərti ödəyir deyə yan tərəfi maksimum, yan tərəfi ən kiçik qiymət 19 olacaq. Keçək növbəti suala. Deyir, oturacağı 19 cm bərabər 19-un üstünə 1 gəlirik. O da 20. 20-ni də 2-yə bölürük. 2-yə böləndə nə qədər edir? 2-yə böləndə 10 edir. Cavab 10 olur. Yaxşı yazdım. Aha, cavabı 10 tapdıq. İndi bunu silək. Həmişə mən bu sualları eyni tipli 2 dənə sualını yenə həll edirəm. Siz çalışın ki, belə məsələləri həll eləyəndə birincini mən eləyim, mənim izahıma qulaq asın, ikincini isə özünüz etməyə çalışın. Belə etsə, məncə nəticə görəcəksiniz. Eyni sabit uzunluqların düz xətti su kanalının bir tərəfində AB nöqtədə 2 gözətçi məntəqəsi, digər tərəfində C nöqtəsində bir gözətçi məntəqəsi mövcuddur. AC arasının məsafə 20, BC arasının məsafə 24-dür.
A və B məntəqələri arasında məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini tapın. Yəni AC neçədir? 20-dir. Bura 20 yazaq. Burada neçə yazaq? 24 yazaq. Burada belə bir uzadaq. Yəni bizdə bu xətti soruşur. Bizdə x nə olmalıdır? X deməli 4. 24-dən 20 çıxanı 4 eləyir axı. Kiçikdir x. O da kiçikdir. 20 ilə 24 olsa 44 olur. Deyir, AB məsələ ən böyük qiymətini tapın. Ən böyükdəki x burada 43 olur. Növbəti suala. Bu da eynilə. Bunu da bir bura x qoyaq. AC-yə 30 qoyaq. BC-yə isə 26 qoyaq. Bunlar toplasa 4 olur. 4x 56 olur. AB maksimum neçə ola bilər? 55 ola bilər. Keçdik növbəti suala. 28-ci sual. ABC tutulanı AB 8, BC 14. Bucaq B bucaq A-dan kiçik böyük olarsa, AC tərəfini ala biləcək ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. AB deməli 8-dir, BC 14-dür. Deyir, bucaq B bucaq A-dan, deməli, bucaq B daha böyükdür. Bucaq B daha böyükdürsə, deyir AC, onda bu birinci, yəni burada 14-dən 8 çıxmırıq minimum qiyməti üçün. Burada minimum qiyməti üçün B-nin qarşısında duran bura x-dir. A-nın qarşısında duran 14-dür. Deməli, bu nə deyir? Onu deyir ki, axı, bucaq B bucaq A-dan böyükdür. Bucaq B əgər bucaq A-dan böyükdürsə, onda bu, deməli, bunun qarşısında B-nin qarşısında x durur axı. B 14-dən böyük olacaq. Yəni, minimum 15 olacaq. X yazırıq. Burada yazırıq ki, 8 idi. Burada, deməli, BC də 14 idi. 8 ilə 14-ü toplayanda neçə edir? 22 edir. 22, burada 22 yazırıq. Nə deyir? Ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. 21, gəl 15, neçə edir? 36 edir. Tapdıq. Sən növbəti suala. Sadəcə yazaq. Cavab 36. Sən növbəti suala. Nə deyir? Biraz bir tərəfə gəlib cavabı yazaq. Biraz istəyir bir yana. Sonra manisi törədəcək. Aha. Deməli, 29-cu sual nə deyir? ABC üçbucağında AB 7-dir. AB 7-dir. BC 15-dir. Bucaq B bucaq A-dan daha böyükdür. A bu da. Deməli, B A-dan böyükdür. Yəni, B 15-dən burada x-dir. 15 olar. Bu da x olar. Bu da ki, 7 ilə 15 toplayan neçə? 22 edir. 22 edir. Çünki 7 ilə bucaq bərabərlikdə ən böyük götürür. 22. Burada da x, yəni bunları toplayırıq. Toplayanda 22 edir. Deməli, ən böyük tam qiyməti 21 olur. 3-də gəlinsin. Bu da 16 olur. Bu da bərabərdir. 37 olur. Və cavabımız 37 olur. Və burada aydın yazaq. Bir yazaq. Xət çox pisdir. Cavabımız neçə olur? 37 olmuş olur. Deməli, bugünkü dərsimizdə üçbucaqların ilk bölməsini sizə izah etdik. Ümidvaram ki, məmnun olarsınız. Aktiv olun, abunə olmağı və like atmağı unutmayın. Nəsə qaranlıq qalsa sizə şərh bölməsində yaza bilərsiniz. Sağ olun.